Konstitusiya və suverenlik ili çərçivəsində ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin sağlamlaşdırılması və gələcək nəsillər üçün yaşıl irsin formalaşdırılması məqsədi ilə növbəti ağac əkmə kampaniyası təşkil olunub. Aksiya Milli Məclisin deputatı Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalının təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Səlyan rayon icra hakimiyyətinin dəstəyi ilə Ələt-Astara magistralı Qızılağac ərazi vahidliyində həyata keçirilib. Ağac əkmə kampaniyası yalnız ekoloji tədbir olmaqla kifayətlənməyib. Eyni zamanda cəmiyyətə dövlətçilik, milli məsuliyyət və vətəndaş həmrəyliyi mesajı verib. Yaşıllıq zolaqlarının salınması, havanın təmizlənməsinə, iqlim balansının qorunmasına, torpaq eroziyasının qarşısının alınmasına xidmət etməklə yanaşı, regionun ekoloji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayır. Bu cür aksiyalar insan sağlamlığına müsbət təsir göstərir, sosial məsuliyyəti gücləndirir və ətraf mühitə münasibətdə ictimai şüurun formalaşmasına töhfə verir. Ulu Öndər Heydər Əliyev ekoloji məsələlərə hər zaman dövlət siyasətinin tərkib hissəsi kimi yanaşmış, ağac əkməni və yaşıllıqların qorunmasını gələcəyə qoyulan ən dəyərli sərmayə adlandırmışdı. Onun fikirləri bu gün də öz aktuallığını qoruyur və dövlətin ekoloji xəttinin ideoloji əsasını təşkil edir. Eyni rasional yanaşma möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mövcud siyasi kurs nəticəsində Azərbaycanda ekoloji sabitlik, yaşıllaşdırma və təbiətin mühafizəsi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Konstitusiya və suverenlik ili çərçivəsində baş tutan ağac əkmə aksiyası ölkəmizdə yaşıl dünya naminə meşə landşaftının inkişafına töhfə verəcək.